həlakə razı olmaz. Ona görə ən əzəmətli xəsarətlərdən biri də odur ki, insan hər şeyi bilir, öz nəfsindən başqa. Hər şeyi tanıyır, hər şeydən də xəbəri var, lakin öz nəfsinə gələndə tanımır. Hər şeylə maraqlanır, hər şeyə önəm verir qəlbindən başqa. Dünyası üçün qorxur, axirəti üçün qorxmur. Ona görə xoşbəxt o kəsdir ki, eşidir Allahın kəlamını, Peyğəmbərinin hədislərini, nə öyüd verir, nə nəsihət verir, nə moizə edir onu, eşidir onu, ibrət alır ondan. Və qayıdır Rəbbinə, nə qədər ki fürsət var, tövbə edir, nə qədər ki onu ilə tövbəsi arasına bir maniyə girməyib, qayıdır Rəbbinə, baxır nəfsinə, öz eyibləri ilə məşğul olur, başqalarının eyiblərindən qabağa öz eyiblərini islah etməyə çalışır.